Qəbizlikdən əziyyət çəkən insanlar, günlərlə bayıra çıxa bilməyənlər, gücənməkdən bağırsaqlarına ağrı salanlar, bir sözlə bağırsağı tıxananlar videoya sona qədər qulaq assın. Çünki 5 manata qəbizliyin müalicəsini izah edəcəm. Amma əvvəlcə burada üstə gələk işarəsinə bir dənə toxunun ki, videomuz ehtiyacı olan insanların qarşısına çıxsın. Deməli, qəbizlikdən əziyyət çəkən insanların böyük bir qismi qəbizliyi bir dəfəlik açmaq üçün nəzərdə tutulan dərmanlardan istifadə edir. Bu da qəbizliyi qətiyyən müalicə etmir. Sadəcə bağırsaqları öyrəşdirir və siz həmin dərmandan istifadə eləməyəndə bağırsaq yenə tıxanır. Nəticədə köp, sancı, həzmsizlik, bağırsaq keçirilməzliyi, eləcə də babasız kimi xoşagəlməyən xəstəliklərə daha da şərait yaradırsınız. Deməli, nə edirsiniz? Yaxınlaşırsınız aptekə, kombuça sirop alırsınız. Olmasa belə əzazlarımızdan xahiş edin, zakas verib gətirsinlər. Kombuça sirop tam təbii mayalanma üsulu ilə hazırlanan bir probiotikdir. Deməli, gündə 2 dəfə səhər axşam yeməkdən sonra 50 milli içildiyi zaman qəbizliyi anında açır, qəbizliyə səbəb olan zədələnmiş bağırsaq mikroflorasını bərpa eləyir. Mədədə köp, sancı, həzmsizlik, qıcqırma kimi problemləri aradan qaldırır. Hətta antibiotik qəbulundan sonra, protein qəbulundan sonra və yaxud hər hansı bir zərərli dərman preparatının qəbulundan sonra mədə bağırsağa dəymiş zərəri də bərpa edir. Mütləq alıb sınayın. Xeyrin görənlər sadəcə yoruma bir dənə sağ ol yazsınlar ki, mən də bilim ki, insanlara faydalı videolar paylaşıram. Mütləq kanalıma abunə olun, səhifəmi də takip olun ki, hər zaman videolarımdan faydalana biləsiniz.